Qoç, o qədər də ürək açan gün deyil. Məqsədə çatmaq imkanınız olacaq. Amma bu asan başa gəlməyəcək. Yaxınlarla münasibətiniz də qaydasında olmayacaq. Kompromisə getməyi bacarmalısınız. Şəxsi müstəvidə çoxdankı arzunuza çatacağınız istisna deyil. Buğa, şəxsi həyatda vacib və xoş dəyişikliklər olacaq. Bu bürcün nümayəndələrini günün hadisələri sevindirəcək. Qonaq qəbulu evdə şənlik keçirmək üçün uğurlu gündür. Həvəslə ev işləri ilə məşğul olmalı, övladlarına vaxt ayırmalıdırlar. Əkizlər, ailə üzvlərinizlə bağlı vacib xəbər alacaqsınız. Qohumlarınızın dəstəyi ilə çoxdankı planlarınızı reallaşdıra biləcəksiniz. Ancaq bugün mübahisəsiz ötüşməyəcək. Bütün vacib qərarları sərbəst versəz faydasını görəcəksiniz. Xərçəng, işgüzar münasibətlər baxımından səmərəli gün deyil. Əgər təyin etdiyiniz görüşü təxirə sala bilmirsinizsə, onda bugün özünüzü ələ alın, danışdığınıza xüsusi diqqət yetirin. Yaxşı olar ki, daxili sakitliyinizi qoruyasınız. Əks halda münaqişədən qaça bilməyəcəksiniz. Şir, bugün sizin istedadınız və ya hansısa bacarığınız diqqət çəkəcək. Kifayət qədər maraqlı tanışlıqlar olacaq. Romantik münasibətiniz yüksələn xəttlə inkişaf edəcək. Sevdiyiniz insana qarşı son dərəcə səmimi olmağınız məsləhətdir. Qız, bugün doğmalarınıza yaxşı münasibət bəsləyin. Yaxınlarınızın qayğısına qalın. Ulduzlar axşam əhvalınızın korlanacağını bildirir. Yaxşı olar ki, evdə daha çox vaxt keçirəsiniz. Kitab oxumaq, musiqi dinləmək məsləhət görülür. Tərəzi, günün birinci yarısı sakit keçəcək. Qabaqçıdan qurduğunuz plan əsasında hərəkət edə bilərsiniz. Günorta saatlarında mötəbər şəxslərdən biri ilə görüşünüz olacaq. Günün ikinci yarısında yaşlı qohumlarla aranızda gərginlik yaşanacaq. Əqrəb, əlinizə düşən ilk fürsətdə liderlik xüsusiyyətinizi nümayiş etdirəcəksiniz. Buna görə də tez-tez diqqət mərkəzində olursunuz. Yaxşı olar ki, yaxşı tanımadığınız insanlarla ünsiyyət zamanı diqqətli olasınız. Onlar sizin bacarığınızdan şəxsi məqsədləri üçün istifadə edə bilərlər. Oxatan, müdiriyyətlə aranızda mübahisə yaranacaq. Xoşbəxtlikdən siz daha tez güzəştə getməyi bacaracaqsınız. Bu səbəbdən də günün gedici xoşagəlməz izlər buraxmayacaq. Özünüzü işlə yüklənməyin. Biraz da dost-tanışla söhbət etməyə vaxt ayırın. Oğlaq, lazımi miqdarda gəliriniz olacaq. Bugün hansı layihəyə pul yatırsanız xeyrini görəcəksiniz. Fəaliyyət dairənizi genişləndirmək imkanı olacaq. Cəlbedici görüşünüz əks cinsin nümayəndələrini sizə qarşı biganə qalmamağa vadar edir. Dolça, işdə uğur qazanacağınız gözlənilir. Ehtimal ki, ya maaşınız artırılacaq, ya da vəzifəniz yüksələcək. İstənilən sənədin imzalanması üçün münasib gündür. Həmişəkindən daha tez yorulacaqsınız. Bu, özünü günorta saatlarında biruzə verəcək. Balıqlar, məhsuldar gündür. Başladığınız yeni işi uğurla bitirə biləcəksiniz. Həmkarlarınızın üzərinə düşən işin öhdəsindən heç də həmişə gələ bilməməsi sizi əsəbləşdirəcək. Yumor hissi neqativ vəziyyətlərdən çıxmağa kömək edəcək.